bayraq yapan üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa, vətəndir. Məkan, Qarabağ, zaman 2020-ci ilin payız ayı. Təkiyyətçi 25-30 yaşlarında vətənpərvər insan. Ocağına can qurban Azərbaycan. Əziz sən də əyilməyən vüqarımsan. Uçağına canım qurban Azərbaycan. Savaşlardan anlaşı çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan torpağına canım qurban Azərbaycan. Altında olan torpaqlarımıza ağır verəcəyik. Bu söz indi mənim üçün sadəcə şüar deyil. Bu şüar hər gün, hər addımında mənim gözümün qabağında canlanır. Alay qərargahından xəbər gəlmişdir. Başçılıq etdiyim takım Şuşaya doğru irəliləyəcəkdir. Və mən heç vaxt Şuşanı görməmişdim. Ancaq sevincimin həddi, hüdudu yox idi. Çünki mən bilirdim ki, lazım olarsa torpaqlarımız uğrunda canımızdan keçməliyik. 22 nəfər idik. Yolumuz qarlı dağlardan keçildi. Həmin yollardan isə dağ keçilmək mümkün deyildi. Buna görə də mən sadəcə özümlə piyadaları götürdüm. Sonra isə Mayor Əsədovun yanına getdim və dedim. Baş leytenant zamanı, Cənab Mayor Əsədov, icazə verin məruzə edin. Yaxşı görək leytenant, bura sənin üçün hərbi məktəb zad deyil. Niçin dayanıb durma? Görürsən o halının mümkünlər həqiqətən. Atır deyilər. Mayor Əsədov əsl bir döyüş canavarına bənzəyirdi. O çox vahiməli görsənirdi. Alnındakı yara isə onu daha da qorxunc göstərirdi. O əsl bir döyüş canavarı idi. Sonra isə o bizim yanımıza gəldi və nə bir şey doğru irəliləyəcəyimizi dedi. Əsgərlərim, bura Şuşanın Laçın tərəfləndişidir. Biz tam burada yerləşmişik. Şuşanın 4 kilometrliyində. Bizim xüsusi təyinatlı əsgərlərimiz Şuşanın arxasından hücum edəcək. Biz isə səhər saat 4-də hücum edəcəyik. İndi isə gedin düzəlin. Sabah zəfər günüdür. Mayor Əsədov bu sözləri dedikdən sonra bir sabit əsgəri mənim yanıma gəldi və dedi. Leytenant, deyəsən komandirdən incidim. Vallahi düzü belə gözləmirdin. İncimə qardaş, komandirimiz Qarabağda döyüşəndə biz adi olmamışdıq. Onun ermənilərlə öz haqqı hesabı var. Oğlu da xüsusi təyinatlıdır. Təsəvvür edirsən, ata burada, oğlu da şəhərin hapisi başında düşmanla öldürüm məsələsi edir. Və bu sözləri deyib zabit əsgəri oradan uzaqlaşdı. Bu necə ola bilər axı? Mayor Əsədovun həqiqətən də bir oğlu var. Axı bu mümkün deyil. Ata burada əsgər, oğlu da şəhərin digər küncündə ölüm dirim məsələsindədir. Bu necə ola bilər axı? Səhərsi gün Mayor Əsədov bizim yanımıza gəldi və mənə bir silah uzadaraq dedi. Leytenant, al bunu. Sən öz əsgərlərinə arxamızda gəl. Şəhərin girişinə 40-ın olacaq. Baş çıxara bilmərsən. Mən Mayor Əsədovu başa düşə bilmirdim. Görəsən o həqiqətən də mənim qarğıma qalır, yoxsa Şuşanın zəfərini mənimlə bölüşmək istəmirdi. Mən səsimi çıxarmadım və əsgərlərimə dedim. Əsgərlərim, mənimlə gəlin. Haydi əsgərlərim, irəli, Şuşa bizimdir. Hücum! Komandir, yaxşısınız, yaralanmışsınız. Yaralanmışam oğul. Al bu bayrağı, Şuşanın qalasından sarsan. Şəhərimdə bir dənə də düşmən qalmasın. Komandir, gözlərinizi açın, komandir. Vətən sağ olsun oğul. Komandir sözü deyəndən sonra o gözünü əbədilə yoldu. İlkin əsgərlərimiz isə bayrağı götürüb Şuşanın qalasına asdılar. Əsgərlərim, biz qalib gəldik, hurra! Şuşa azaddır, Şuşa bizimdir. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Şuşa azaddır! Şuşa azaddır! Şuşa azaddır! İllər keçdi. Mayor Əsədovun şəhid olduqdan
sonra illər keçdi. Mən onun oğlunu tapacağıma söz vermişdim. Aylar sonra nəhayət mən onun oğlunu tapdım. Salam cənab, mən Leytenant Zamanlı. Salam, mən Mayor Əsədovun oğlu Elşən Əsədovam. Sizi gördüyümə çox şadam. Mən də. Zəhmət olmasa mənə biraz atanızdan danışa bilərsiniz. O özü həm də mənim komandirim olub. O çox qayğıkeş birisi idi. Ancaq çox azıqlı idi. Əsl döyüş canavarına bənzəyirdi. Bunun səbəbi nə idi? Mənim atam əslində çox mehriban, zarafatçıl birisi idi. Bizlərlə şən zarafatlar edir, həmişə oyunlar oynayırdı. Ancaq bir gün onun müharibə dəyişdi. Onun gözünün qabağında ölən şəhid olan dostları, itirmiş torpaqlar orada bir qan yaratdı və o bəsəbə etdi. Belə bir atan olduğu üçün fəxr etməlisən. Bizim